1990-larda çəkilmiş ən yaxşı komediya filmimizin hansı olduğunu bilirsiniz? Gəlin göstərim. Eşitmir uğraş. Yaralı balık. Əbdülgəni! Bəli. Gördüyünüz filmin rejissoru Vaqif Mustafayevdir. Bu film bir sıra nüfuzlu festivallarda göstərilib, mükafatlar alıb. Aktyor heyətində Yaşar Nuri, Eldəniz Zeynalov, Zərnigar Ağakişiyeva, Nuriyə Əhmədova və başqaları yer alıb. Filmdə hadisələr 1-ci Qarabağ müharibəsi dövründə baş verir. Bir ailəyə tabut gəlir və ailə oğullarının öldüyünü düşünür. Bu isə xaotik hadisələrə səbəb olur. Bu hekayə vasitəsilə müharibənin yaratdığı faciələr, əzablar komediya ilə birləşdirilir və nəyin gülünc, nəyin ağır faciə olduğu sual altına qoyulur. Filmin adı Hər şey yaxşılığa doğrudur. Bəs siz 1990-larda çəkilən hansı filmi ən çox bəyənirsiniz? Rəydə yazın.